Dostlar, her vaxtınız xeyir olsun. Bildiyimiz kimi buraxılış imtahanları artıq arxada qalıb. Blok imtahanına az müddət qalıb. May ayının sonlarında 3-cü qrupların 3-cü fen blokunun imtahanı olacaq. Sizə kömək dəstək olmaq niyyəti ilə bu testlərin bəzilərini izah edirəm. Burada belə bir sualımız var. Koroğlu dastanının qəhrəmanları ilə bağlı müqayisə cədvəlindəki doğru fikirləri tapmalıyıq. Və burada Koroğlu ilə Keçəl Həmzəni müqayisə eləmişik. Bunun Venn diaqramını başa düşün uşaqlar. Venn diaqramıdır bu. Burada doğru fikirləri tapacağıq. Qeyri-adi səsə və yenilməz gücə malikdir. Bəli, həqiqətən də Koroğlu qeyri-adi səsə və yenilməz gücə malik olub. Demək, cavabımız 1 ilə başladığına görə A variantını, E variantını silirik. Məqsədinə çatmaq üçün səfər edir. Bu maraqlı fikirdir. İş odur ki, məqsədinə çatmaq üçün həm Keçəl Həmzə, həm də Koroğlu səfər edir. Koroğlu dəfələrlə məqsədinə çatmaq üçün səfər edir. Məsələn, Durnat elində Bağdada səfər edir. Həmzənin Qıratı qaçırması qolunda Toqata səfər edir. Ona görə də bu fikri həm Koroğluya, həm Keçəl Həmzəyə aid edə bildiyimizə görə bunu səhv fikir götürəcəyik. Çünki o ortaq fikirdir. Tək Koroğluya aid edə bilmirik. 3-də məqsədini qarşısındakı adamdan gizlədir. Keçəl Həmzə üçün nəzərdə tutulub bu fikir. İş odur ki, məqsədini qarşısındakı adamdan gizlətmək təkcə Həmzəyə aid olan xüsusiyyət deyil. Bu Koroğluda da var bu xüsusiyyət. Bax, məsələn, Keçəl Həmzə məqsədini Koroğludan gizlədir. Amma Koroğlu həm də Həmzənin Qıratı qaçırması qolunda məqsədini qarıdan gizlədir. Məqsədini digər Hasan Paşanın o Həmzənin toy məclisində olan adamlardan gizlədir. Koroğlu ilə Bolu bəy qolunda Bolu bəydən gizlədir. Yəni bir çox yerlərdə həm Koroğlu da məqsədini qarşısındakı adamdan gizlədir. Ona görə tək Keçəl Həmzəyə aid edilən fikir deyil. Bunu da silirik. Demək, testimizin cavabını belə baxsaq, əslində məlum eləmişik. Burada 1-3 ilə başlayan cavablar ola bilməz. Ona görə D variantını, eləcə də C variantını silirik. 1-4-5 olacaq, amma baxaq yenə də. Hasan Paşanın qızı ilə evlənmək fikrinə düşür. Bəli, Keçəl Həmzəyə aid olan xüsusiyyətdir. Dona xanım almaq istəyirdi. 5-cidə isə dastanda onun 2 adı çəkilir. Bəli, dastanda Koroğlunun adı həm Koroğlu, həm də Rövşən olur. Keçəl Həmzənin adı da Həmzə. Bir də ki, Koroğlu elə Həmzənin Qıratı qaçırması qolunda ona Kaloğlan deyir. Diqqət eləsəniz, demək 2 adı çəkilir. 5 doğru götürülür. 1, 4, 5 testimizin cavabı B variantıdır. 6-da da arzularına həmişə tək başına nail olur. Bu Koroğluya aid edilə bilməz bu fikir. Çünki Koroğlu həmişə tək başına nail olmur. Çünki arzularına